Çox hörmətli Tofiq müəllim. Bəli, Sən buyurun. müəllimə xoş gəlmisiniz. Çox sağ olun. Nəhayət ki, bizim də qonağımız oldunuz. Neçə vaxt gözləyirdik. Tofiq müəllim, sizi tanıyanlar tanıyır Kəlbəcərlilər. Bəli. İstəyirəm ümumi özünüz haqqında məlumat verəsiniz. Bir daha da lap dərindən tanısınlar sizi. Çox sağ olun, təşəkkür edirəm. Mən Əhmədov Tofiq Əbdülhəşimoğlu 1955-ci il iyun ayının 2-də Kəlbəcər şəhərində anadan olmuşam. Müəllim ailəsində böyümüşəm, 7 qardaş olmuşuq, 2 bacı olmuşuq. Hər kəs öz Allah Taala bütün ölənlərimizə rəhmət eləsin. Atamız da bizi təhsil verdiribdi, oxumuşuq, əziyyətlə böyümüşük. Hamımızın əli çörəyə çatıb. Bugünkü günə şükür ki, hamımız ailəyik. Tofiq müəllim, uzun illər Kəlbəcər rayon partiya komitəsində işləmisiniz. Bəli. Murov yolunun təşəbbüsü və çəkiliş haqqında bizə məlumat vermənizi istərdik. Çox sağ olun. Zar müəllim, mən birincisi bugünkü günümüzə şükür edirəm. Allahın böyüklüyünə şükür. Allah prezidentimizə can sağlığı versin, uzun ömür versin. Ailəsi ilə, bağları ilə bir yerdə. Üstümüzdə olan bu niskili bizim üstümüzdən götürdü. Dəfələrlə ölüb dirilirdik. Dünya cəmiyyəti qarşısında aciz qalmışdıq. Lakin 2020-ci ildə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz, Ali Baş Komandan torpaqlarımızı işğaldan azad elədi. Bugünkü günümüzə şükür, Allah Taala bir daha xalqımızı qorusun. Allah balaların, gənclərin gələcəyini versin. 1978-ci ildən Kəlbəcər rayon icra hakimiyyətində işləmişəm. Deməli, işlədiyimiz müddət ərzində bizim əsas işimiz tikinti memarlıq şöbəsində olubdu. Rayonun bütün yaylaqlarını, kəndlərini, 132 kəndin hamısında olmuşam. Bütün relyefi ilə bağlı, ərizə şikayətlə bağlı hər zonada olmuşam. Eyni zamanda son zamanlar elə bil ki, Allah Cəfərov Təhməzə rəhmət eləsin, Qəmbər müəllimə rəhmət eləsin, İnqilab Nadirova rəhmət eləsin. Tofiq müəllim, bu ideya belə çıxır ki, Cəfərov Təhməzin ideyasıdır. Yəni onu da başlatmağı İnqilab Nadirovun təşəbbüsü ilə başlayıb. O biraz danışır. Bəli, o təşəbbüslə başladı. Yəni ki, Qəmbər müəllimin də orada böyük fəaliyyəti var. Yəni ki, cəmaatı səfərbər eləmək, idarə təşkilatları 6-cı bazar günü iməciliyə gətirirdik. Seyfəddin Quliyev bizdə memarlıq şöbəsinin müdürü idi. Sahib Əkbərov işləyibdi. Yəni ki, o zaman bütün texnikanı, eyni zamanda yolun genişləndirilməsi işlərini, əl işləri ilə bağlı iməcliklə biz Murov yolunda düz deməli Toğananın üst tərəfinə qədər iməcliklə biz orada işləmişik, cəmaatı gətirirdik. Yəni ki, bu əziyyətlər içində olmasaydı, yəqin ki, bu müharibə erməni işğalı başlasaydı, onda biz aciz qalardıq, millətimiz qırılardı. Bugünkü görüşümüz 1993-cü ilin mart ayının sonlarına, Bəli. yəni bugünkü günlərə təsadüf edir. Bəli. Kəlbəcərdən tərk etdiyiniz gün necə xatırlayırsınız? Bu bir ağır sualdır. Bu 30 ildə hələ biz onu içimizdə olan o niski çıxmayıbdır. Kəlbəcərdə ermənilər 88-ci ildən başladı. Bizim get-gəlişimiz çox amansız oldu. Biz gedəndə kolon şəklində, o vaxtı Zahid İsmailov birinci katib idi. Kolon şəklində Rus qoşunları bizi aparırdı, eyni zamanda qaytarırdı. Yəni ki, biz sərbəst o yolu gedə bilmirdik. Biz Kəlbəcər müharibə şəraitində, Kəlbəcər necə ki, deyirlər Leningrad mühasirədə qaldı bir belə. Kəlbəcər 5 il mühasirədə qaldı, işıqsız qaldıq, yolsuz qaldıq. Vertolyot da bizi aparıb gətirirdi. Dəfələrlə vertolyot qəzasında adamlarımız öldü, dünyasını dəyişdi. Yəni amansız oldu. Bu illərdə işıq yox. Son zamanlar generator gətirdilər, generatorla saatla işıq verirdilər. Ağır zamanlar keçirdik. Hələ bizim xalqımız idi ki, Kəlbəcəri idi ki,
buna dözdü. Buna dözmək çox çətin idi, çox amansız idi. Deməli, and olsun Allaha, o ermənilər atanda bizim evin üstünə belə qəlpələr töküldü, isti-isti. Özür istəyirəm, uşaqlar əllərində belə yandıra-yandıra gətirdilər ki, ay ata, isti uşaqların əlini yandırırdı. O tay meşəni vururdular, şaplardan bu tərəfə qayalığa düşürdü. Şükür Allaha, yenə də cəmaatımız, xalqımız son zamanlar vertolyot söhbətlə ortaya gəldi ki, cəmaatın çıxması ilə bağlı vertolyotlardan istifadə eləmək lazımdır ki, cəmaatı əhali təşvişə düşüb tərk eləməsin rayonu. Bütün deməli yollar da bağlanmışdı ki, hamı burada olsun. Məhsul işçilər rayondan çıxmağa heç kimdə çıxmırdı. Yəni ki, bir şaya kimi yazılırdı ki, filan kəs evini çıxartdı, filan kəs belə oldu. Amma elə deyildi, o evlər də yoxlanırdı. Heç kim Kəlbəcəri tərk eləmək istəmirdi. Kəlbəcər bizim ana vətənimiz idi. Biz göz açıb Kəlbəcərimizi görmüşdük. Orada onun havasını, suyunu dadmışdıq. Dünyanın analogu olmayan bir Kəlbəcərimiz var idi. Bugünkü günə şükür. Tofiq müəllim, 33 il ərzində Kəlbəcərsiz yaşamaq sizə nələri öyrətdi? Heç ümidinizi itirdiyiniz an oldu mu? Yoldaşlarla da bu müddət ərzində çox söhbətlərimiz olub. Bu dəqiqə video kasetlər də var. Eyni zamanda telefonda da var. Mənim böyük ümidim var idi. Deyirdim, ola bilməz. Ola bilər ki, biz görmərik. Amma torpaq qayıdacaq. Torpaqsız o torpağı erməniyə, başqa dövlətə vermək mümkünsüzdür. Bunun müddəti var. Almaniya uzun müddət torpaqları, onların torpağı Almaniya iki yerə bölündü. Sonra da təzədən son vaxtlardan 50 ildən, 60 ildən sonra həmin torpaqlar qaytarıldı, verildi Almaniyaya. Yəni ki, mənim böyük ümidim vardı ki, mümkünsüzdür. Kəlbəcər öz yerinə qayıdacaq. Kəlbəcər cəmaatı dədə-baba yurduna qayıdacaqdır. Yəni, bu israfların hamısını görə-görə, üzr istəyirəm, mənim nəvəm var, elə canlı onun telefonda da Kəlbəcərin deməli alınmasından 2020-ci ildə, yəni 2019-18 idi, bilmirəm, o dilində dil açmağı elə Kəlbəcər sözlə, Kəlbəcər, Kəlbəcər, bu torpaq Kəlbəcəri alacaq, baba. Yəni ki, mənim çox-çox böyük ümidim var idi. Allaha şükür, dövlət də, xalq da birləşdi. Nəhayət ki, bu acınacaqlı vəziyyətdən çıxış yol tapdıq. Kəlbəcərdə ən çox dartdığımız yer el arasında deyirlər, Burdumuzu göynər o yer üçün. Bax, o yer hara olub sizin üçün? Kəlbəcərdə bizim evimiz Atamgilin məhəlləsi, icra hakimiyyətinin, keçmiş raykomluğun bitişi idi. Hasarın o özü raykomluğun parkı idi, bəri bizdə bizim evidir. Mənim hələ də yadımdadır, Verdiyev Səfər birinci katib işləyəndə o həmin parkda əlik saxlayırdı, ceyran saxlayırdı. Həmin ceyran orada həyətdə, parkda gəzirdi, yaxınlaşırdın, qaçmırdı. Dəfələrlə deməli bizim barını hündürlüyünə tullanıb, keçib bizim həyətimizə. Gəliblər, oradan tutub aparıblar. Yəni, Kəlbəcər üçün mən Kəlbəcərdən çıxandan, Kəlbəcər alınana qədər ürəkdən gülməmişəm, and olsun Allaha. İçimdə bir sızıltı vardı, içimdə bir ümitim vardı. Deyirdim, ay Allah, torpaqlar alına, gedən bircə dəfə Kəlbəcəri ziyarət eləyəm. O uşaqlıq vaxtlarımı keçirdiyim yerləri görəm. Görəsən qismət olacaq, amma içimdən məndə bir güc gəlirdi ki, Kəlbəcərə qayıdacaq. Mənim əsas ürəyimdə, içimdə dalğalanan bir dəhşətli idi ki, kaş gedəm atamın qəbrini ziyarət eləyəm. Kaş gedəm qəbirstanlıqda yaxınlarımızı ziyarət eləyəm. Kaş orada bir dəfə ürəkdən ağlayan içim boşala. Kəlbəcər, Kəlbəcər idi. Mənim 35 illik həyatım, göz açıb 35 illik həyatımı orada qoyub gəlmişdim. Bu 33 ildə də ağır günlər, problemli məsələlər, balalar yekəlir. Yenə də bu günə şükür, Allahın verdiyi bu qismətə şükür. Yəni, getdiniz həmin yerə? Getdim, birinci dəfə 9 nəfər idik, yaxşı yadımdadır.
Mənim ürəyimdi, mənim canımdı. Düşmən süngüsünə keçən Kəlbəcər. İndi ondan bundan qiymət gözləyir. Aqilin adamdan seçən Kəlbəcər. Tər-tər qəmli axar sızıldar. Dağlar gözlərini sıxar sızıldar. Dağılmış evlərə baxar sızıldar. Əsir düşüb zəhər içən Kəlbəcər. Sücayət neyləyək baxt belə vaxtı. Darıxma hər şeyi həll edən vaxtı. Bir gün gülə gülə qayıdacaqdı. Ağlaya ağlaya köçən Kəlbəcər. Sücayət neyləyək baxt belə vaxtı. Darıxma hər şeyi həll edən vaxtı. Bir gün gülə gülə qayıdacaqdı. Ağlaya ağlaya köçən Kəlbəcər. Toftay, hardan gəlsən? Kəlbəcərdən gəlirəm. Hara Kəlbəcərə girsən? gedirik. Allah bizə qismət elədi. Ölmədik, bugünkü günü gördük. İkinci ömür də yaşayırıq. Allah Taala millətimizin gələcəyini versin. Allah Taala elimizi, obamızı, dədə-baba yurtlarımıza ağızbəri çevirsin. İlahi, Bu daşın üstədən var idi. Ha, çoban heykəli vardı burada. Gedəndə abidənin yanında düşdük. Birinci abidəni ziyarət elədi. O vaxtı 41-45 müharibə ərzində abidə tikilmişdi. Kəlbəcərin girişində idi. O da düşdük. Yoxdur, heç nə yoxdur. Amma həmin yeri, həmin ərazini ziyarət elədi. Ondan sonra mənim ikinci yerim qəbirstanlıq oldu. Arzulamışdım ki, orada bir dəfə ağlayam atamın qəbrinin üstündə, o qəbirstanlıqda içim boşala, elə bilərəm yüngülləşmişəm. Elədim onu. Bir də bulaqlardan Mansır bulağı idi, Şirin bulağı idi. Elə bilirəm, dünyada onlardan gözəl su, bulaq yox idi. Onun çəmənliyi, onun gözəlliyi, o suyun dadlığı, suyun şirinliyi, yəni ki, bir də onu arzuluyordum. Elə sonra da qəbir üstə olandan sonra da Şirin bulağa getdim, ziyarət elədim, Zahir müəllim, sizlə bir yerdə. Tabii mən Kəlbəcəri qarşı-qarşı gəzmiş bir adam kimi soruşam sizdən. Sizdən soruşsalar bir cümlə ilə, Kəlbəcər necə bir yerdir? Bax, bir cümlə ilə necə təsəvvür edirsiniz Kəlbəcəri? Kəlbəcər dəniz səviyyəsindən şəhərin özü 1600 metr hündürlükdədir. Eyni zamanda ərazilərimiz isti su kurortu taxta düzü 2200 kilometr, 2200 metr hündürlükdə yerləşir. Kəlbəcər saf, təmiz havadır. Kəlbəcər analogu olmayan bir rayonudur. Kəlbəcər ərazisinə görə Respublikada o vaxtlar ikinci yerdə idi. Şamaxı idi, sonra elə bilirəm Kəlbəcər idi. Amma sonralar bir müddət Kəlbəcər ərazisinə görə birinci yerdə oldu. Kəlbəcərin yeraltı, yerüstü sərvətləri vardı. Kəlbəcər dəhşət bir yer idi. Kəlbəcəri biz hələ oxumamışıq. Kəlbəcəri biz hələ vərəqləməmişik. Ancaq gözümüz gördüyünü yeraltı sular, turş su, isti su, qotur su, mineral sular o qədər idi. Kəlbəcərin iqtisadiyyatı, Kəlbəcər yeraltı filizləri, yerüstü, qızıllar, 4 yerdə Kəlbəcərdə qızıl mədəni var idi. Amma biz onlardan istifadə eləyə bilmirdik. Civəzavod var idi, Kəlbəcərdə uran var idi, almas yatağı var idi. Kəlbəcərdə Yanşaq kəndində mərmər yatağı var idi. İndi hal-hazırda onlardan istifadə eləyirlər. Kəlbəcərə gedən tuneldə istifadə eləyirlər. Yəni Kəlbəcər əsasən heyvandarlıq və tütünçülük, əkinçiliklə məşğuldur rayonumuz. İqtisadiyyatı çox böyüdür. Həm heyvandarlıqdan gəlirimiz var idi, həm də İnqilab Nadirov da Kəlbəcərə gələndən sonra tütünçülüyə çox üstünlük verdi, tütün əkiminə.
Yəni ki, tütünən də o vaxtı, Sovet vaxtında qiyməti də yaxşı idi, pis deyildi. Pensiya çıxanlar, təqaüdə çıxanların hamısının təqaüdü 120 manatdan aşağı olmurdu. O vaxtda 120 manat elə belə pul deyildi. Yəni Kəlbəcərin havası, suyu, Kəlbəcərə dünyanın hər yerindən 15 müttəfiq respublikadan deməli sanatoriyaya gəlirdilər, istirahət edirdilər. Bu dəqiqə hal-hazırda Kəlbəcərdə o vəziyyətlə bağlı sanatoriyalar tikilir, inşa olunur. Kəlbəcərin gələcəyi indidən başlayır. Bugünkü günə şükür, Allahın verdiyinə şükür. Həyatınızın hansı hissəsi Kəlbəcərdə qalıb? Həyatımın bütün cavanlığı, ömrümün ən gözəl çağları qalıb. Atalı, analı günlərimiz qalıb. El-obamız orada kom olub. Orada qaçqınçılığın bir şeyi pisdir ki, qohum-əqraba ilə sıx birləşə bilmirsən, əlaqə saxlaya bilmirsən. Amma orada cəmaət, əhali hamısı gündə bir-birini görürdü, bir-birini yad eləyirdi. Bayramlarda hamı şən olurdu. Yəni bizim heç bir ürəkdən gələn o bayramlarımız ki olurdu, hamı şən olurdu, yığışırdı. Novruz bayramı, yeni il, 23 fevral o vaxtı ordu günü idi. Bunları o qədər, sonra oktyabr ayında Sovet Sosialist İnqilabı, yəni bayramları, 9 may qələbə günü, 1 may həmrəylik günü, yəni ki, o qədər gözəl gün, 8 mart günü, bunlar hamısı böyük bayramlar şəklində qarşılanırdı. Çünki Kəlbəcərlilər dəniz səviyyəsindən 2200 metr hündürlükdə yaşayan, təmiz, saf sudan içib, təmiz havadan yəni Kəlbəcəri heç harda axtarmaq mümkün deyil. Kəlbəcərin analogu olmayan bir rayonudur. Tofiq müəllim, 33 il məcburi köçkün həyatında ən çox nəyə itirdiyinizi düşünürsünüz? İtirdiyimiz çox şeylər oldu. 33 ildə anamı itirdim, qardaşımı itirdim, bacımı itirdim, qohum-əqrabada çox adamlar itirdik. Elə rayonun bizim rayon köz şəklində rayon çıxmadı. Kəlbəcərdən mən Toğanıya qədər piyada gəlmişdim. Kəlbəcər şəhərindən Toğanıya qədər piyada gəldim. O vaxtı Kamaz markalı maşınlarda yük gəlirdi, cəmaət hamısı yığışırdı, o yorğan döşək olurdu, yığışırlar onun üstündə, zülümlə gəlirdilər. Yəni ki, bunları gözüm görə-görə, bu problemlərlə gəlib burada onların içində yaşamaq ağır bir itki idi. Yenə Allah xalqımızı qorusun, Allah prezidentimizə can sağlığı versin, torpaqlarımız alınıb, bu dəqiqə hamımız qanatlıyıq. Allah ömür versin. Tofiq müəllim, Kəlbəcərə bir cümlə ilə nəsə demək istəsəniz, o hansı cümlə olar? Bilirsən, bundan böyük varlıq ola bilməz. Kəlbəcəri 33 ildə o qədər intisarını çəkmişəm ki, yaxşı ki, mən ölməmişəm. Kəlbəcəri sevməmək mümkündür. Kəlbəcər mənim içimdir, mənim ürəyimdir, mənim canımdır. Kəlbəcəri hamı sevir. Bütün Kəlbəcərlər sevir. Hazırda bütün xalqımız da sevir. Hamı bilir ki, Kəlbəcərin bu dəqiqə hansı şəraitdə tunellər açılır. 12 kilometr az deyil, 12 kilometr analog olmayan bu dəqiqə dünyada haradasa 2-ci, 3-cü yerə, dağ rayonlarında relyefinə görə belə tunel yoxdur. Hələ indi Allah prezidentimizə ömür versin. İkinci tunellər də başladı. Toğanadan Gənciyə. Yəni ki, Kəlbəcər ayrı bir yerdir. Kəlbəcərdən doymaq olmaz. Allah o torpağı yenidən bizə qismət elədi, azarından. Gənc nəslə nə demək istərdiniz? Gənc nəslə Allah ömürlərini uzun eləsin. Gənclər elə qaynamalıdır, elə yaşamalıdır, bir-birə örnək olmalıdır. Biz də imkanımız qədər onlara, gənc nəslə həyatımızda olan o yenişli, yoxuşlu günləri biz deməliyik. Onlar bilməlidir. Onlar Kəlbəcərə bağlı olmalıdır. Onlar Kəlbəcəri yaşadacaq. Onlar Kəlbəcərin quruculuq işlərində hər tərəfli kömək edəcəklər. Allah gənclərimizi qorusun. Allah ömür versin.
Onlar hamısı torpaqlarımıza qayıtsın və eyni zamanda Kəlbəcərin inkişafı naminə əllərindən kimin gücü nəyə çatır, ona Allah imkan versin. Zahir müəllim. Sonda bizim tamaşaçılara nə demək istərdiniz? Mən Kəlbəcərlilərimə üzümü tutub deyirəm ki, gözümüz aydın olsun. Bugünkü günümüzə şükür. Dünyanın heç bir yerində olmayan Kəlbəcərimizə yığışın gəlin. Allah sizləri qorusun. Kəlbəcərin gələcəyi, Kəlbəcərin inkişafı sizin əlinizdədir. Allah prezidentimizə bir daha can sağlığı versin. Allah ordumuzu qorusun. Bütün sərhədlərimizdə ordularımız bizim təhlükəsizliyimizə təminat verirlər. Orada bizim qoşunlarımız var. Orada Azərbaycan ordusu var. Orada Azərbaycan əskəri var. Allah onların hamısını qorusun. Mən bir daha Kəlbəcərlərə təbrik edirəm. Mən Kəlbəcərlə nəfəs alıram. Kəlbəcərin ikinci Kəlbəcəri yoxdur. Hamınızı doğma yurdumuza, ay dünyanın hər yerində olan millətimiz, bir daha sizləri Kəlbəcərə yaşamaq üçün, Kəlbəcərin inkişafına kömək üçün hamınızı Kəlbəcərimizə dəvət edirəm. Zahir müəllim, çox sağ olun. Allah sizə də ömrü versin. Əliniz, qolunuz ağrımasın. Allah can sağlığı versin. Allah Taala balaların, xalqımızın gələcəyini versin. Çox sağ olun. Təşəkkür edirəm.